Salam, xoş gördük sizləri. Bizim bugünkü dərsimiz kartoqrafi proyeksiyalar olacaq. Ümumiyyətlə kartoqrafi proyeksiya nədir? Birinci ona baxaq. Yer kürə səthidir, xəritə isə müstəvi səthidir. Yerin kürə səthindən müstəvi səthə üzərinə təsvirinin riyazi üsuluna kartoqrafik proyeksiya deyirik. Qlobus səthi kürə olduğuna görə onu xəritəyə müstəvi açanda burada arada dilimlərdə boşluqlar yaranır. Amma biz bilirik ki, xəritə arası kəsilməz təsvirdir. Ona görə bu təsviri doldurmaq lazımdır. Bunları doldurarkən xəritədə təhriflər yaranır, yəni səhvlər yaranır. Kartoqrafik proyeksiya zamanı xəritələrdə 4 cür təhrif yaranır. Bir saniyə. Aha, 4 cür təhrif yaranır. Deməli, forma təhrifi, forma, daha sonra 2 bucaq təhrifi, 3 sahə təhrifi və 4 məsafə və yaxud da uzunluq təhrifi deyirik. Uzunluq. Bu təhrif 4 cür təhrif yaranır deməli proyeksiyaya keçid edərkən. Bu təhriflərdən forma və uzunluq təhrifi bütün proyeksiyalarda, bütün təsvirlərdə olur, xəritələrdə olur. Amma bucaq və sahə təhrifini qismən azaltmaq mümkündür. Amma forma ilə uzunluq tərhifi demək olar ki, bütün xəritələrdə qalır. Ə, deməli, təhrif xüsusiyyətlərinə görə kartoqrafik proyeksiyalar 3 yerə ayrılır. Bərabər bucaqlı proyeksiyalar, bərabər sahəli proyeksiyalar və ixtiyari proyeksiyalar. Birinci təsvir bərabər bucaqlı proyeksiyanın təsviridir. Bərabər bucaqlı proyeksiyada tərtib edilən xəritələrdə istiqamətlər və yaxud da bucaq deyilir ona. Bucaqlar demək olar ki, təhrif olunmur. Lakin sahə, məsafə və forma təhrifi isə qalır. Belə xəritələr əsasən dəniz nəqliyyatında istifadə olunur. İlk dəniz naviqasiya xəritəsi 1569-cu ildə Mercator'un xəritəsini misal göstərə bilərik. Birinci xəritə budur. Bərabər bucaqlı xəritədə bucaq təhrifi sıfıra enir deyə sahə təhrifi daha çox olur. Misal üçün Antarktidanın ərazisi və Qrenlandiyanın ərazisi görürsünüz ki, Avstraliya materikindən də böyük görünür. Qrenlandiya Avstraliyadan böyük görünür sahəcə. Və yaxud da Antarktida olduğundan həddindən artıq böyük görünür. Burada bucaqlar düzgündür, amma sahə çox təhrif olunub. O deməkdir. Mercator'un dəniz naviqasiya xəritəsinin bərabər bucaqlı proyeksiyasını nümunə göstərə bilərik. İkinci proyeksiyamız bərabər sahəli proyeksiyadır. Bir də bu bərabər bucaqlı proyeksiya başqa cür konform proyeksiya da deyirik. Form, belə yadınızda saxlaya bilərsiniz. Konform proyeksiya. Daha sonra ikinci proyeksiyamız bərabər sahəli proyeksiyadır. Bərabər sahəli proyeksiya başqa cür ekvivalent proyeksiya da deyirik. Bu proyeksiyada sahə tərhifi az, lakin bucaq, forma və uzunluq tərhifi isə olduğu kimi qalır. Ekvivalent. Ekvivalent deyirik, başqa cür yəni. Bu proyeksiyalardan əsasən materia və okeanların sahəsini hesablamaq üçün istifadə edirik. Burada da xəritəni digərlərindən fərqləndirmək üçün ən yaxşı olur. Qrenlandiyada, Antarktidada normal şəkildə təsvir olunur. Bütün ölçülər, materiklərin ölçüləri normal görüntüsünə görə görünür. Məsəl üçün, birinci Avrasiyada, ikinci Afrikada, üçüncü Şimali Amerika, dördüncü Cənubi Amerika normal şəkildə görüntüdən verir. Cənubi Amerika, Şimali Amerika normal şəkildə görüntüdən verir. Bunlar oldu bərabər sahəli proyeksiya. Üçüncü proyeksiyamız isə adlanır ixtiyari proyeksiya. İxtiyari proyeksiya başqa cürə sərbəst proyeksiya da deyirik. Bu proyeksiyada bütün tərif növləri əslində olur. Prosto sahə və bucaq tərifi daha çox minimallaşdırmağa çalışır. Eyni vaxtda minimallaşdırmağa çalışır. Burada bucağı minimallaşdırırdı, burada sahəni, burada isə hər ikisini eyni vaxtda minimallaşdırmağa çalışır. Belə xəritələr əsasən tədris prosesi üçün daha əhəmiyyətli hesab olunurlar. Növbəti Yerin kürə səthindən müstəviyə köçürülməsi üçün müxtəlif həndəsi fiqurlardan istifadə olunur ki, bunlar da 4 qrupa bölünür. Silindrik proyeksiya, konus proyeksiyası, azimutal proyeksiya, bir də çoxüzlü proyeksiya. Birinci baxaq silindrik proyeksiya. Silindrik proyeksiyada qlobus şəffaf bir silindrin daxilində yerləşdirilir. Bu zaman yer səthinin ekvator boyu əraziləri, yəni bu hissə, ekvator boyu ərazilər silindrin səthinə toxunur. Toxunma xəttində sıfır təhrifli xətt deyirik. Baxın bu hissə toxunur. Sıfır təhrifli xətt deyirik. Buna görə də silindrik proyeksiya deyirik əsasən ekvator boyu, ekvator ətrafı ərazilərin xəritələrin tərtib olunmasında istifadə olunur. Bu xəritələrdə əsasən dünya xəritələrinin tərtibində istifadə olunur. Meridian və paralellər düzbucaq altında kesişir, yəni 90 dərəcə bucaqla. Meridian və paralellər bu şəkildə düzbucaq altında kesişir və əsasən ekvator boyu ərazilərin təsvirində istifadə olunur. Bu xəritələr bir saniyə. Bu şəkildə düzbucaq. Bu xəritələr ekvatordan qütblərə doğru getdikcə təhrifin miqdarı artır. Qütb ətrafında təhrif maksimuma çatır.
İkinci proyeksiyamız həm də səthə görə konus proyeksiyasıdır. Konus proyeksiyası da qlobus konusun daxili səthi ilə kəsişir. Burada iki dənə xətt 62 dərəcə şimal enliyi və 47 dərəcə şimal enliyi paralellərimiz konusa toxunur. Toxunma xətti sıfır təhrifli xətt adlanır və orada təhrif sıfıra bərabər olur. Əsasən qütb ətrafı və mülayim enliklərin xəritlərinin tərtibində istifadə olunur. Qütb ətrafı və mülayim enliklərin. Ekvator boyuna doğru getdikcə tərifin miqdarı artır. Üzrə ölkələr Rusiyada, Kanadada, Norveçdə, İsveçdə, Finlandiyada bu kimi ölkələrin xəritlərinin tərtibində daha geniş istifadə olunur. Bu proyeksiyada meridian və paralellər necədir? Burada düz bucaq altına kəsişirdi. Burada necədir? Meridianlar bir nöqtədən çıxan düz xəttlər şəklində, baxın bu bir nöqtədən çıxan düz xəttlər şəklində deməkdir. Paralellər isə göz formada təsvir olunur. Göz yəni yarım çevrələr şəklində belə demək, yarım çevrə də deyə bilərik. Göz formada təsvir olunur. Bu da konus proyeksiyanın meridian və paralellərinin quruluşu idi. Növbəti proyeksiyamız gəlir azimutal proyeksiya. Azimutal proyeksiyada köməkçi həndəsi səth kimi biz müstəvidən istifadə edirik. Müstəvinin qlobusa toxunduğu yerdə toxunma nöqtəsində təhrif olmur. Burada artıq toxunma xətti yoxdur. Sıfır təhrifli nöqtə var. Demək, konus proyeksiyasında da, silindrik proyeksiyada da sıfır təhrifli xətt var idi. Yəni xətt boyu, paralel boyu sıfıra bərabər olur. Amma burada artıq sıfır təhrifli nöqtə olur. Yəni toxunduğu nöqtədə təhrif sıfır olur. Nöqtədən kənarlaşdıqca həmin ərazidən təhrifin miqdarı artır. Və əsasən Antarktida və Şimal Buzlu okean, yuxarıda Şimal Buzlu okean, aşağıda isə Antarktida, yəni coğrafi qütblərin ərazilərinin təsvirində daha geniş istifadə olunur bu proyeksiyadan. Həmçinin yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib olunur. Mərkəz sədə toxumu bu şəkildə verir bizə. Baxın, bu yarımkürələrin xəritəsidir, burada toxunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada təsvir olunur. Bəs burada meridian və paralellər necədir? Meridianlar radiuslar şəklində çevrənin radiuslarına oxşayır. Baxın, sakit. Paralellər isə çevrələr şəklində təsvir olunur. Artıq dairələr formasında təsvir olunur. Buna da deyirik biz azimutal proyeksiya. Və növbəti proyeksiyamız, dördüncü proyeksiyamız çoxüzlü proyeksiyadır. Çoxüzlü proyeksiyada yerin kürə səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul olunur. Bu zaman xəttlərin miqyası əsasən böyük və orta miqyaslı olur və təhriflər isə çox az olur. Yəni daha dəqiq proyeksiyadır. Ona görə də sadəcə olaraq ölkələrin xəttlərinin tərtib olunmasında daha geniş istifadə olunur bu xəritə. Azərbaycanın xəritələri əsasən Azərbaycanın sahilləri genişli çıxıntılı olduğuna görə bərabər bucaqlı proyeksiya, bərabər bucaqlı belə yazdım. Daha sonra Azərbaycan 40 dərəcə şimal enliyi ətrafında yerləşdiyinə görə konus proyeksiyası, yəni mülayim iqlim quşağına, mülayim enliyə düşdüyünə görə konus proyeksiyasında tərtib olunur və çoxüzlü proyeksiyada da tərtib olunur. Çünki ölkələr dedik, daha kiçik ərazilər təsvir etmək üçün daha dəqiq ölçü olan çoxüzlü proyeksiyadan istifadə edə bilərik. Azərbaycanda istifadə olunan proyeksiyalar, təsvirində istifadə olunan proyeksiyalar bu proyeksiyalardır. Bugünkü proyeksiyalarla mövzumuz da bu qədər.